Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli ala Muhammedin və ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Mən elmin şəhəri, Əli isə o şəhərin qapısıdır. Hər kim elm öyrənmək istəyirsə, qapıdan daxil olmalıdır. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Bugün həmçinin 27 sentyabr şəhidlərin anım günüdür. Allah hər bir şəhidimizə rəhmət eləsin və Kərbəla şəhidlərinə qonaq qərar versin. Allahın izni ilə keçirik dərsimizə. Bugünkü dərs davam edirik hənutun hökmləridir. Hənut nəyə deyirlər? Qüsul edildikdən sonra meyyiti hənutlamaq vacibdir. Qeyd eləyək ki, hənut nədir? Hənut o kafur ki var idi, ikinci də həm qüsul verirdi ya meyyitə. Kafur ilə qarışılmış su ilə verilən qüsul. Həmin o kafurdur, meyyitin 7 dənə səzdə əzalarına sürtülür. Buna deyirlər hənutlama işi. Birinci, meyyitin alnı, sonra hər iki əlin içi, diz qapaqları, hər iki diz qapaqları və hər iki ayağın baş barmaqlarına sürtülür. Buna deyirlər meyyitin hənutlanması. Hətta alimlər deyir ki, kafur sürtüldükdən sonra əzalara, səzdə əzalarına biraz miqdarda onların üzərinə qoyulsun. Həmin o kafur qeyd olunur ki, təzə olmalıdır və o xoş ətri ki var, iyili, o da öz üstündə olmalıdır. Amma köhnəlməsi nəticəsində həmin o xoş ətrin iyisi getsə, kafurun verdiyi, onda kifayət eləməz. Gərək təzə və xoş ətirli kafur sürtülsün. Ehtiyata əsasən birinci sıralama ilə gəldiyimiz zaman meyyitin alnına kafur sürtülməlidir, yəni səcdə əzasına. Digər səcdə əzalarında isə tərtibat, yəni ardıcıllıq yoxdur. Daha yaxşı olar ki, kəfənə bükməmişdən əvvəl meyyit hənut edilsin, yəni kafur sürtülsün, ondan sonra kəfənlənsin. Vacib ehtiyata əsasən meyyitə ətir vurulmasın və həmçinin də o kafur ki var, ona ətir qarışdırılıb meyyitə vurulması icazəli deyil. Hətta kafura İmam Hüseyn əleyhissalamın türbətindən, yəni torpağından da qatmaq olar, amma o torpaq o qədər çox olmasın ki, kafurun özü aradan geçsin. Yəni buna kafur deyilməyəcək miqdarda həmin o türbət çox olmasın. Əgər kafur tapılmasa, yəni kafur qüsul verməyə təkcə var, amma hənutlamağa çatmayacaq. O zaman hənutlamaq lazım, yəni vacib deyil. Amma qüsul ki verildi, əldə kafur qalıbdı bir miqdar. Əzalardan hansına çatacaqsa birinci alına vurulacaq, ondan sonra digər hansı əzalara çatacaqsa onların üzərinə sürtülsün. Meyyitlə birlikdə qəbrə 2 yaş və təzə çubuğun qoyulması bəyənilən əməldir. Keçirik inşallah ikinci mövzuya. İkinci mövzumuz meyyit namazının hökmləridir. Qeyd olunur ki, hər bir müsəlman meyyitinə və həmçinin 6 yaşını tamamlamış və müsəlman olduğuna hökm olunan uşağa meyyit namazının qılınması vacibdir. 6 yaşını tamamlamamış və ya 6 yaşından kiçik olan uşağa isə meyyit namazını savab qazanmaq qəsdi ilə qılmaq olar. Meyyit, qüsul, hənut və kəfənləndikdən sonra ona cənazə namazı qılınmalıdır. Əgər məsələni bilməməzlik ucbatından və yaxud qəsdən meyyit namazı bunlardan əvvəl qılınsa, o kifayət etməz. Meyyit namazı qılarkən dəstəmazın, qüsulun olması və yaxud da ki, paltarın, bədənin pak olması şərt deyil. Amma onların olması bəyəniləndir. Meyyitə namaz qılan şəxs üzü qibləyə olmalıdır, meyyitdən çox aralı dayanmamalıdır və həmçinin də onun durduğu yer meyyitdən nə çox yuxarı, nə də çox aşağı olmamalıdır. Amma azacıq fərq eləsə problem yoxdur. Vacibdir ki, meyyit onun qarşısında kürəyi üzərində uzandırılsın və meyyitin baş tərəfi həmin o namaz qılanın sağ tərəfinə düşsün və meyyitin ayaq tərəfi isə həmin o namaz qılanın sol tərəfinə düşsün. Namaz qılan şəxs meyyitin qarşısında, önündə dayanmalıdır. Amma cəmaat namazı ki oldu, yəni cənazə namazı cəmaatla qılınsa, o zaman səhvlər sağdan soldan çoxalsa o eyib eləməz.
Namaz qılanla meyitin arasında divardır, pərdədir və s. bu kimi maniyələr olmasın. Amma tabut olsa arada o heç bir problem eləməz. Meyitə namaz qılan şəxs mömin kəs olmalıdır və həmçinin də ayaq üstə ixlasla meyitə namaz qılmalıdır və qıldığı meyiti əvvəlcədən niyyətində təyin eləməlidir ki, bu meyitə namaz qılıram qurbətən ilallah. Əgər meyitə ayaq üstə namaz qıla bilən bir şəxs tapılmasa, o zaman oturan halda qıla bilən varsa, həmin o kəs elə oturaq halda o namazı yerinə yetirməlidir. Əgər meyit sağlığında kimin ona cənazə namazı qılacağını vəsiyyət eləyibdirsə, mütləq o şəxs o vəsiyyətə əməl eləməlidir və bu vəsiyyətə əməl eləmək vasitəsilə onun sahibi ki var, meyitin sahibindən icazə alması lazım, vacib deyil, amma alsa bəyəniləndir. Bir meyitə bir neçə dənə cənazə namazı qılınması icazəlidir, amma bəyənilmir. Əgər meyit hər hansısa bir səbəbdən ya unudularaq, ya qəsdən meyit namazı, yəni cənazə namazı qılınmadan dəfn olunub. Əgər onun cəsədi hələ çürüyüb getməyibsə, yəni aradan çox zaman keçməyibdirsə, həmin o kəsin qəbrinə meyit namazı qılınmalıdır. Amma qəbri açmaq icazəli deyil. Meyit namazının hökmlərini qeyd elədik. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.